Hər birinizi salamlayıram. Bugünkü video izahımız, dərs izahımız Nadir Şah Əfşarla bağlı olacaq. Gəlin başlayaq video izahımıza. Deməli, Nadir Şah 1736-cı ildə Muğan qurultayı keçirilir və Muğan qurultayında qərarlar qəbul edilir və bu qərarlar Səfəvi sülaləsinin hakimiyyəti başa çatır və Nadir Şah elan edilir, Əfşarlar dövləti yaranır. Nadir Şahın bildiyimiz kimi nadir xanlıq dövrü 1726-dan 1736-cı ilə kimidir. Amma şahlıq dövrü isə 1736-dan 1747-ci ilə kimi olmuşdur. Nadir Şaha qarşı çıxan tayfalar var idi ki, bunlar Ziyadoğullar, 32-lər, Kəbirli və Cavanşir tayfalar idi ki, Nadir Şah onları şah seçiləndən sonra sürgün edir. Daha sonra Qazax, Borçalı, Şəmşəddil ərazilərini Gürcü hakimlərinin ixtiyarına vermişdi. Məlikliklər isə sərbəst idilər. 1744-cü ildə Nadir Şah Teymurazi Kartli-Çarı, 2-ci Raknini isə Kaxetiya çarı təyin etmişdi. 1762-ci ildə isə Kartli və Kaxetiya birləşmişdi. Daha sonra Nadirin mərkəzləşdirmə üçün tədbirləri var idi ki, islahatları var idi. Gəlin bu islahatlardan danışaq. Əvvəlcə inzibati idarə etmə islahatlarından danışaq. Biz deyirik ki, yəni Səfəvilər dövründə mövcud olan baş vəzir və sədr vəzifələri ləğv edilir. Əyalət hakimlərinə nəzarət üçün naiblər təyin edilir. Daha sonra paytaxtı Məşhəd şəhəri idi. Din dövlətdən ayrılır. Bildiyimiz kimi Səfəvilər teokratik dövləti idi. Ancaq Nadir Şahın dövləti, Əfşarlar dövləti isə din dövlətdən ayrılır, dünyəvi dövləti idi. Ölkə 3 bəylərbəyliyə bölünmüşdü. Bunlar Məşhəd, Təbriz və Şiraz idi. Və o mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyini yaradır və onun hakimi isə qardaşı İbrahim xanı təyin edir. İqtisadi sosial tədbirlərindən danışdıqda isə vergilərin toplanmasında qayda-qanun yaradır. Ruhanilərin var dövlətini mənimsəyir. Ruhanilərin var dövlətləri mənimsənilir, bütün vəqf torpaqları müsadirə edilir, əkilməyən torpaqlarla bağlı qərarlar qəbul edilir. Biz bunu Qazanxandan oxşar cəhət götürə bilərik. Məmurlara torpaq yox, maaş verilir, vergilər natura yox, pul ilə toplanılırdı. Nadir Şahın hərbi islahatlarından danışdıqda isə kəndlilər deyirik ki, orduya çağırılırdı. Top istehsalı və gəmi qayma üçün tədbirlər görmüşdü. Hətta donanma yaratmaq üçün cəhd edir. Bunun üçün Hollandiya, İngiltərə və Rusiya ilə danışıqlar aparır. Ancaq o donanma yarada bilmir, çünki Osmanlı dövləti ilə müharibə buna imkan vermir. Daha sonra bu Nadir Şahın keçirdiyi islahatlar idi. Gəlin onun yürüşlərindən və ona qarşı olan üsyanlardan danışaq. Əlbəttə ki, Nadir Şah Osmanlı ilə müharibə aparmışdı və sülhdə Osmanlı ilə sülh müqaviləsi də imzalanmışdı. 1737-41-ci illərdə onun səfəri baş verir ki, Mərkəzi Asiya və Hindistana səfər edir və o Hindistanda səfərdə olarkən 1738-ci ildə Carda üsyan olur və bu üsyanı qardaşı İbrahim xan gedir yatırmağa, ancaq İbrahim xan üsyan zamanı öldürülür. Bundan xəbər tutan Nadir Şah səfəri dayandırır və 1741-ci ildə geri qayıdır və 1741-ci ildə Nadir Şah bu üsyanı yatırır. 1743-cü ildə isə deməli yalançı Səfəvi şəhzadələri ortaya çıxır ki, onlar da Sam Mirzələr adlanırdı. Birinci Sam Mirzə üsyanı 1743-cü ildə baş vermişdi. Bu üsyan Şirvan ərazisində baş vermişdi və birinci Sam Mirzənin müttəfiqi Qazqumluqlu Surxay xan idi. Ancaq üsyan yatırılır. İkinci Sam Mirzə üsyanı isə 1743-cü ildə olmuşdu. Bu da Şirvan ərazisində olmuşdu. Bu zaman isə ikinci Sam Mirzənin müttəfiqi Qazqumluqlu Surxay xanın oğlu olmuşdu. Ancaq buna baxmayaraq bu üsyanda Nadir Şahın qüvvələri tərəfindən yatırılmışdı. 1743-cü ildə Şəkidə üsyan baş vermişdi. Hacı Çələbi üsyan zamanı özünü xan elan etmişdi və bununla da yəni Əfşarlar dövlətinin mövcud olduğu dövrdə Azərbaycanın ilk müstəqil xanlığı olan Şəki xanlığı yaranmışdı. Ancaq Nadir Şah 1746-cı ildə
daha doğrusu Çələbinin üzərinə hücum edir və Çələbi də öz ordusunu, əhalisini götürüb Gələsən Görəsən qalasına sığınır. Ancaq ərzaq çatışmamazlığı səbəbi ilə Hacı Çələbi 1746-cı ildə Nadir Şaha tabe olur, ancaq bir şərtlə ki, o öz vəzifəsində qalsın. 1747-ci ildə isə 3-cü Sambirzə üsyanı baş verir. Bu Təbriz ərazisində olmuşdu. Digər Sambirzələr üsyanlarından fərqli olaraq bu Cənubi Azərbaycan ərazisində baş vermişdi və bu üsyanı İrəvan hakimi Əmiraslan xan tərəfindən yatırılmışdı. 1747-ci ildə Şərqin son fatihi olan Nadir Şah sui-qəsd nəticəsində öldürülür və Nadir Şahdan sonra, bundan sonra Azərbaycan şimallı və cənublu heç vaxt vahid mərkəzləşmiş şəkildə birləşə bilmir. Bunun da əlbəttə ki, səbəbləri var idi, iqtisadi və siyasi səbəbləri var idi. İqtisadi səbəbi iqtisadi əlaqələrin zəifliyi, siyasi səbəbləri isə hakimlərin mübarizəsi və xarici müdaxilə idi. Belə, Əşarlar dövləti ilə bağlı əsas vacib məqamları sizə qeyd etdim.